Məni izləyən hər kəsə Allahın salamı olsun. Ləzzətli ciyər pirajkisini necə hazırlayıramsa, onu sizinlə paylaşdım. Sadəcə möhtəşəmdir. Videoya keçməmişdən öncə videonu bəyənsəniz, like edərək kanalıma dəstək olmağı unutmarsınız inşallah. Ərzaqların miqdarlarını videonun alt bölümündə qeyd edəcəm hamısını. Əvvəlcə unu ələkdən keçirdirəm. Ondan sonra onun üzərinə duz, şəkər tozu və quru mayanı əlavə edib qatışdırıram. Mən quru maya olaraq instant mayadan istifadə edirəm. İnstant maya bütün dükanlarda satılır. Və daha sonra qatışdırıram quru ərzaqları və xəmirə yumurta ilə qatığı əlavə edirəm. Qatığın əvəzinə mayonez də əlavə edə bilərsiniz, çox gözəl olur. Daha sonra zeytun yağı əlavə edirəm. Zeytun yağını da adi duru yağla əvəz edə bilərsiniz. Və xəmiri qatışdırıram. Daha sonra su əlavə edirəm. Su mütləq ilıq olmalıdır, çünki maya yaxşı aktiv olsun. Və ələ yapışmayan yumuşaq bir xəmir yoğururam. Xəmir hazır olduqdan sonra üzərini plyonka ilə bağlayıb qoyuram xəmir bir yarım saat, 40 dəqiqə 2 dəfə artıq şişsin. Xəmir şişənə qədər mən içliyi hazırlayıram. Bişmiş yumru düyü, bişmiş qara ciyər, mən mal ciyərindən istifadə elədim və bişmiş yumurta. Qeyd edim ki, mən 2 porsiyonluq elədim. Sizə 1 porsiyon ərzaqlarını deyəcəm. Öncə qara ciyəri bişirirəm. Daha sonra rondodan keçirdirəm. Rondonuz yoxdursa ət maşından da çəkə bilərsiniz. Və yumurtanı da xırda-xırda doğrayıram. Düyünü də əlavə edirəm. Bir qədər duz əlavə edib qatışdırıram. Daha sonra xırda-xırda doğradığım şüyüdü də əlavə edirəm. Şüyüd vurmaya da bilərsiniz, amma mən ətrini çox sevirəm. Ciyərin özünə məxsus o ətri olur ha. Bax, şüyüd vuranda o ciyərin o özünə məxsus o spesifik iyini hiss eləmirsiniz. Yəni şüydün iyi onu örtür. Xəmirim əmələ gəldim. Çox gözəl şişib xəmir və əlimi duru yağa batırıb xəmiri bir əldə yoğururam ki, mayanın iyi gəlməsin. Daha sonra xəmiri 2 hissəyə bölüb kündələrə ayırıram. Mən sizə kündəyə ayırmağın ən rahat üsulunu indi göstərəcəm. Bu şəkildə ayırmaq sizə çox rahat olacaq. Baxın, xəmiri əlinizlə belə, baxın, sığal edirsiniz və daha sonra, baxın, çox rahat şəkildə çıxartmaq olur belə. Kündələrin hamısını bu şəkildə, eyni qaydada, yəni kündələrə ayırmış olursunuz da. Kündələrin hamısını bu şəkildə yığıram padnusa, üzərini klokla bağlayıram ki, qurumasın. Və kənarda da duru yağımı qazana tökürəm və qoyuram qızmağa. Daha sonra başlayıram pirajkilərimi hazırlamağa. Öncəliklə bir ədəd kündədən götürürəm, əlimlə açıram. Xəmir yağlı olduğuna görə əlavə yağ vurmağa ehtiyac yoxdur. Daha sonra içlikdən bir xörək qaşığı xəmirin içərisinə yerləşdirirəm. Ondan sonra əlimlə üzərindən sıxıram və xəmiri hər iki tərəfdən bağlayıram. Baxın, ən maraqlı hissəsi buradır. Yəni, hər kəs deyir ki, mənim hazırladığım pirajkinin ağzı açılır. Necə edirəmsə edim açılır. Vallahi hamıda açılır. Yəni, heç kim deyə bilməz ki, mən pirajki hazırladım, elə ideal şəkildə də qaldı. Yox, açılmaması üçün deyim sizə neyinirsiniz. Bir əl bağladınız, şəkər bura kimi. Sonra onu fırladırsınız, bir dənə də bağlayırsınız. İnanın ki, biri də açılmayacaq. Eybi yox. Alt hissəsi biraz belə deyim də düzənsiz olacaq, amma açılmayacaq pirajki. Yəni istədiyin necə hazırlamısınız o şəkildə də qalacaq. Elə bir əl bağladınız şəkər bura kimi, ondan sonra bir dənə də bağlayın onu. Elə onu yenidən o qıraqdakı xəmirlə bir dənə də bağlayın və salam. Onda sizin elə 2 dəfə bağlamış olursa, onda sizin pirajkilər heç vaxt açılmayacaq. Bunu mən sizə deyirəm. Yəni arxayın olun, bu şəkildə hazırlayın. Və eyni qaydada hamısını bu şəkildə də mən hazırlayıram. Daha sonra dağ olmuş yağın içərisinə pirajkiləri əlavə edirəm. Əgər sizin yağınız hələ qızmayıbsa və pirajkiləri əlavə edirsinizsə, pirajkilər şişməyəcək. Yağ tamamilə qızmalıdır. Ondan sonra pirajkiləri əlavə etməlisiniz. Mən hər zaman görürsünüz ki, qazanda hazırlayıram
Mənə görə qazanda hazırlanan piraşki ilə tavada hazırlanan piraşkin arasında çox fərq var. Bilmirəm niyə, amma mən hər zaman bu fərqi hiss edirəm. Və piraşkilərin hamısını içliyi yerləşdirib yığdım. Klonka ilə də bağladım üzərini. Belə olduğu halda xəmir biraz da şişir. Bişəndə də çox gözəl qızarır. Rəngini görürsünüz necə gözəldir. Hələ siz bunun dadını görəsiniz. Hələ siz bunun xırçıltısını görəsiniz. Dadını pişirsəz görəcəksiniz, amma xırçıltısını eşidəcəksiniz. Üzəri xırt-xırt, kartof kimi xırçıldayır. Görürsünüz? İnanın ki, dadı o qədər ləzzətlidir. Yeyəndə elə biləcəksiniz ki, ət piraşkisi yeyirsiniz. Qətiyyən ciyərin iyi gəlmir. Çox dadlıdır. Mütləq hazırlayın. Şiddətli şəkildə tövsiyə edirəm sizlərə. Və ən əsas göz haqqınıza halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Videomu bəyənib like etməyi unutmayın. Şərh yazmağı unutmayın. Sağ olun, salamatla qalın.